qazanmamış şəxsiyyətlərə mən bunları göndərməyə məcbur hissi ilə bunu eləyəcəm sizlər üçün. Bəli, ekranımızı paylaşırıq. Deməli, dediniz ki, ikinci sual çevrədir, eləmi? Bəli, birinci sualda o sükunətli olan cismin təcilini ölçün. Onun sınavın adı indi mənim yadımda deyil təbii ki. İndi baxaraq da görürəm. 30 idi o. Bu Budur, hə. Mən səsim qırılmır ki, uşaqlar. Normal eşidə bilirsiniz səsimi? Bəli, normal. Hə, normal eşidirsinizsə başlayaq, buyurun. bir var. Neçə? Bir. Elə bil ki, sizlərin səsi pis gəlir mənə, yoxsa görəsən məndədirmi problem? Bir dedilər. Bəli, bəli, bir. Aha, birinci sual. Zəhmət olmasa ya mikrofona yaxın oturaq ki, mən də sizləri eşidə bilim uşaqlar. 1-4 olacaq. Birinci sual. Sorry. Cavab 1-4 olacaq. İndi 1-4 gün ortadan sonra o zarafatın indi yeri deyil. Deməli, sükunət vəziyyətindən bərabər təcildə hərəkət edən avtomobilin təcilini təyin etmək üçün hansı cihazlardan istifadə oluna bilər deyən mükəmməl bir sualımız var burada. Təcili təyin etmək üçün siz bilirsiniz ki, təcilin düsturu, yəni öz əslində cihazı var, akselerometr. Amma təcilin bir ifadəsi də var ki, A bərabərdir, delta V bölünsün, delta T, yəni bu formada yazırıq. V çıxılsın, V0 bölünsün T. Əgər bir sualın şərtində sükunət sözünü görürsənsə, o deməkdir ki, onun başlanğıc sürəti 0-a bərabərdir. Başlanğıc sürəti 0-a bərabər olduğuna görə də A bərabərdir V böl T yazmaq olar. Deməli, sürəti spidometrlə ölçəcəyik. Zamanı saniyə ölçən vasitəsilə ölçəcəyik. Ona görə də 1 və 4 variantını seçə bilərik. Yəni, Y variantını seçmək olar. Aramızda qalsın, burada şey məsələsi ola bilər. Bəzən cavablarda spidometr olmaya bilər. Onda siz nə edə bilərsiniz? S bərabərdir, A vurulsun T kvadrat bölü 2 düsturuna görə. Xəttkeş olmalıdır. Bəli, xəttkeş ölçü lenti, məsələn, ruletka da ola bilər və ya saniyə ölçən vasitəsilə də, yəni o variantda istifadə etmək olar. Buyurun, başqa sual. 6 var müəllim, 6. Var, müəllim. 5. 5 var. Bəli. 3 var müəllim. 3 var. Sırayla gedək. Allah sizdən razı olsun ki, sırayla gedirik. Deməli, 3-cü sualda yazıb ki, bu bilirsiniz də son vaxtlar daha çox bunlara üstünlük verirlər. Çünki görüblər ki, yəqin ki, şagirdlərin əziyyət çəkdiyi suallardan biridir. Hərəkət qrafiklərini düzgün oxumaq lazımdır. Grafikdə görürük ki, 2 dənə hissə var. Nömrələməyə çalışaq. Birinci və ikinci hissə. Birinci hissəyə baxdığımız zaman görürük ki, burada sürət mənfidir. Yavaşyandı özü. Sürət mənfidir, qırağa qeyd edirsən. Sürət mənfi. Çünki sıfırdan aşağıdadır da birinci hissə gördüyünüz kimi. Daha sonra burada bunu görürük ki, bəli, bu sıfıra doğru yaxınlaşır da, sürət get-gedə sıfıra doğru yaxınlaşır. Yəni, sürət azalır, onda bu yavaşyan hərəkətdir. Yavaşyan hərəkət ola bilməsi üçün sürətlə təcilin işarələri bir-birinə əks olmalıdır. Burada sürət mənfidirsə, təcil müsbət olmalıdır ki, bu yavaşyan ola bilsin. Deməli, birinci hissədə təcil oldu, müsbət. Keçək ikinci hissəyə. İkinci hissədə görürük ki, ikinci hissədə sürət müsbət hissədədir, sıfırdan yuxarıdadır. Deməli, burada sürət müsbətdir. Və sürət sıfırdan uzaqlaşır, uzaqlaşdığına görə yeniləşəndir. Yeniləşən olması üçün sürətin işarəsi müsbətdirsə, təcilin də işarəsi müsbət olmalıdır. Onda belə çıxır ki, həm birinci hissədə, həm də ikinci hissədə təcil müsbət olacaqdır. Təcillə də əvəzləyici qüvvə bacı qardaşdır, bilirsiniz. Əgər təcil müsbətdirsə, qüvvə də müsbətdir. Hər iki hissədə qüvvə nədir? Müsbətdir uşaqlar. Hər iki hissədə qüvvənin müsbət olduğu variant ancaq Y variantıdır. Bəli. Daha sonra hansı sual demişdiniz? 5. 5-ci suala baxırıq uşaqlar. Yer səthindən birinci kosmik sürətlə şaquli yuxarı atılmışdır. Bir cisim, bu bizim yer kürəmizdən birinci kosmik sürətlə şaquli yuxarı atılır.
Yəni o deməkdir ki, cisim yerdən uzaqlaşır. Amma biz bilirik ki, qravitasiya qüvvəsi cəzb etmə xarakterlidir. Yəni yer bu cismi nə qədər cəzb edir. Onda biz görürük ki, qüvvə ilə sürət bir-birinə əks istiqamətdədir. Əgər qüvvə ilə sürət bir-birinə əks istiqamətdədirsə, onda bu sizcə yavaşyandır yoxsa yeniləşəndir? Yavaşın. Yavaşyandır. Buna həmən qeyd elə qırağa. Bu yavaşyandır. Cisim yerdən uzaqlaşır. Sürətin oxunu görürsən, cisim uzaqlaşır. O yuxarı atılmışdır yazır. Uzaqlaşdıqca Artır, məsafə artdıqda qüvvə, azalır, qüvvə azalanda təcil, Azalır. azalır. onda azalan təcillə yavaşlayan hərəkətdir uşaqlar. Mən o erin artdığı yeri bir dənə də danışarız da. Erin artdığı yer əslində məsafədir er. Cisim yerə yaxınlaşırmı, yoxsa yerdən uzaqlaşırmı, ona baxmalıyıq. Sualda yazılıb ki, cisim şaquli yuxarı atılmışdır. Cisim əgər biz yuxarı doğru atırıqsa, onda o cisim yerdən nə qalacaqdır? Uzaqlaşacaq. Uzaqlaşacaqdır. Uzaqlaşan düsturla göstərməyə çalışdım burada. Məsafə artdıqda bu həyatımızın bütün nöqtələrində belədir. Siz modemdən uzaqlaşanda evdə internetiniz Zəifləyir. zəifləyir. Nə deyirəm? Tonqaldan uzaqlaşırsan istilik Hə, o da var. azalır. Lampadan uzaqlaşanda parlaqlıq azalır. Bax, bütün Kənancığım kəmiyyətlər mənbədən uzaqlaşanda zəifləmə üzrə baş verir. Burada da yerdən uzaqlaşırıq. Yerin cazibəsi istər-istəməz zəifləyir. Cazibə zəifləyəndə, yəni qüvvənin zəifləməsi deməkdir. Qüvvənin azalması isə təcilin azalması deməkdir. Amma bu sual nümunəsinin səhv eləmirəmsə keçən sınaqda tərsi var idi. Orada məsələn meteorit yerə yaxınlaşırdı. Sınaqların birində belə idi. Artan burada təcillə yeyinləşən. Var idi deyəsən, hə? Artan təcillə Yeyinləşən olmalıdır. Mən onu Evet. əzbərləmişəm uje. Hər hansısa bir Evet. planetə yaxınlaşanda Qələt meteorit eləmirsən, yəni belə deyək də, bu bir müəllim olaraq bunu deməliyəm ki, yəni əzbərləmək olmaz. Əzbərləmək olmaz. İndi sən bunun izahını özün verəcəksən. Niyə buna artan təcillə yeyinləşən deyirsən? Açıqlamasını ver. R azalacaq. J-ni 1 bölünsün R kvadratında. Onda F artır. F artırsa artan təcillə yeyinləşən olacaq. Yox, F artırsa təcil artır, bura qədər razıyam. Şey deyirsiniz Niyə- müəllim. Hə, niyə yeyinləşən deyirsən? Qüvvə ilə müəllim sürət yəni eyni istiqamətdədir də. Halal olsun, bax görsən. Hər Ha. bir sualın, bax, hər bir sualın öz cavabı var da uşaqlar. Bir də bu belə tipli suallarda müzakirəyə açıq eləməyimizin səbəbi Kənan bilirsən də açıq sual düşmə ehtimalı böyük olan suallardır. Yəni sən orada durub mən əzbərləməklə də yazmağın mümkün olmayacaq. Və açıqlaması da çox sadədir. Sadəcə uşaqların beynində belə bir düşüncə var ki, uşaq fikirləşir ki, deyir mən artan təcil demişəmsə, onda buna yeniləşən deməliyəm. Bu bilgi hardan gəlibsə bilmirəm. Uşaqlar bəzən elə deyir ki, azalan təcil demişdirsə, deyir müəllim, hər halda yavaşlayan da bu belə bir yaxınlaşma yoxdur. Yəni sürətlə təcil haqqında ikisi qoşalığı haqqında bir məlumat vermək olmur. Sürət artanda təcil də artır deyilən bir şey varmı? Yoxdur. Ona görə də sən sürətin artıb azalmağına, onun qüvvə ilə olan istiqamətinə görə baxırsan, sürət belə, məsələn, qüvvə belə, sənə dediyin kimi, həm buna yeniləşən, yavaşlayan deyirsən. Amma təcilin artıb azalmağını demək istəyirsənsə, hökmən qüvvəyə baxmaq lazım. Qüvvəyə baxmaq üçün məsafəyə baxmaq lazım. Yaxşı? Yaxşı. İndi yaxşı deyirəm, gəl məsələn bir sualı abartaq biraz. For example, we have this kind of questions. Two positive charges are approaching to each other deyir. Məsələn, bu hərəkət deyir, necə hərəkətdir? Bu yavaşlayan hərəkətdir müəllim. Bu yavaşlayan, başlanğıcın pis deyil. Niyə yavaşlayandır? Mənim çünki müsbətə yəni itələyir İtələyir, onda qüvvə ilə sürətin istiqaməti və əks olur. Ona görə də əksinə, ona yavaşlanır. görə yavaşlandı. Başlanğıcın pis deyil. İndi dayanma. Sneakers'da. Müəllim, burada yenə o F bərabərdir J-in 1 M2 ona baxacağıq.
Bunu Hə, yazarıq. hə. M1, M2 nədir? Yük var burada. K küp 1 Q2 bölünsün R kvadratı. Söhbətini elə. Burada məsafə azalır. Ay, sağ ol. Azalır deyə qüvvə artır. Aha, Qüvvə artır, deməli artan təcillə yavaşlama olacaq. gördün qədəsin. Bəli. Və son, budur. Oldu, budur. Yəni, hər kəsin öz dərmanını verir. Ata ət, itə ot verməzlər qədəsin. Yəni, sürətlə durub təcil eləməzlər, təcillə də sürət eləməzlər. Sonra neçənci sual dediniz, uşaqlar? 7. 7-ci sualda yazıb ki, mail müstəvi üzərində, mail müstəvi bilirsiniz ki, üfüqlə müəyyən bucaq əmələ gətirən müstəviyə mail müstəvi deyilir. Və bunun üzərində bir cisim sürtünməsiz formada sürüşür. Yəni, əlimizi buraxmışıq, cisim gedir aşağıya doğru. Burada deyir ki, bucağı azaldıq. Bucağı azaldanda bir təcili soruşur zaten, bir də təzyiq qüvvəsini. Təbii ki, düsturdan eləyəcəyik. Mail müstəvidə sürtünmə olmadıqda təcilin düsturu belədir. A bərabərdir D. Sinus alfa. Təzyiq qüvvəsi bilirsiniz ki, çəkiyə bərabərdir bərk cisimlər üçün. mg kosinus alfa. Gəlin indi qalanı trigonometriya eləyək. Bucağı azaltmaq yazılır. Bucaq azalanda, yəni sinusun bucağını azaldanda qiymət Azalacaq. azalacaq, onda təcil Azalacaq. azalacaq. Kosinusun qiyməti azalanda bucağı azalanda Artacaq. azalacaq. Artacaq. Kosinus sıfırda 1 alır. Yes. Ona görə də bu tərsdir. Kosinus bu azalanda təzyiq qüvvəsi artacaq. Deməli, təcil azalar. Təzyiq qüvvəsi isə artar. Düzgün cavab olacaq 2 və 4. Müəllim, mən burada sürtünməni də nəzərə almışam. Ona görə cavabda bir səhv gedibdi də. Düzəldərlər uşaqlar. Hə, cavablarda uşaqlar səhvlik olanda hamımız Nuraya şəxsidən müraciət edir. Zarafat edirəm təbii ki. Yəni ola bilər səhvlər, ola bilər, heç bir problem yoxdur. Onsuz da variantlar fərqli olanda zaten uşaqlar soruşduğuna görə heç bir sıxıntı yoxdur. Sürtünməsiz deyir burada. Ona görə də sürtünməni nəzərə almağa ehtiyac yoxdur. Başqa Müəllim, burada sinus kosinus olmağın fərqi nədir? Yəni nətər onu götürəcəyik? nətər götürəcəyik? Deməli, əvvəla bunu deyək ki, Kənanın bayaq elədiyi şeyi burada eləyə bilərsiniz. Mail müstəvidə gördünüz ki, bir yerdən sonra çıxarılış verə bilmirsiniz. Əzbərləməyiniz məsləhətdir, aramızda qalsın. Mail müstəvidə məsələn nələri əzbərləmək olur deyək ki, bax, mail müstəvidə bir cismi bura qoymusunuz. Əslində, yəni sürtünməni təbii ki, hal-hazırda nəzərə almıram da, sürtünmə yoxdur deyək ki. Siz bu cismi bura qoyanda yer tərəfindən bu cismə bir ağırlıq qüvvəsi təsir göstərir. Ağırlıq qüvvəsinin düsturu mg'dir və yerin mərkəzinə doğru. Mail müstəviyə də qoysanız, üfüqi müstəviyə də qoysanız, hara qoysanız qoyun, bilirsiniz ki, ağırlıq qüvvəsi cismin mərkəzinə tətbiq olunur və aşağı doğru yönəlir. Düzdürmü burası? Bəli. Əlasın. İndi bu qüvvəni biz mail müstəvizə, üfüqdə problemimiz yoxdur üfüqi müstəvidə, çünki yaxşı vəziyyətdir. İçimizdən heç bir səs bu cisim harasa gedər demir. Amma mail müstəvizərinə bu cismi belə qoyanda biz təxmin edirik ki, bu cisim biraz aşağı sürüşər ya da istəyər. Niyə belə olur? Çünki ağırlıq qüvvəsini biz iki dənə komponentə bölürük. Bu ağırlıq qüvvəsini bir, mail müstəvinin səthinə perpendikulyar komponentə bölürük. Görə bilərik istənilən vektoru. Bir də belə bölürük. Bu bölmənin sizin riyaziyyatda falan vektorlar işləmişsiniz. Məsələn, y oxu, bu da x oxu. Bir vektoru y ilə x-ə bölməkdən bir fərqi yoxdur. İstənilən vektoru proyeksiyalamaq olar. Biz də mail müstəvi üzərində bunu iki dənə zada bölürük. Komponentə bölürük. Nə oldu? Biri səthə perpendikulyar. Bir də işarə ilə göstərmək istəyirsiniz. F perpendikulyar. Digəri səthə nədir? Paralel. Paraleldir. Əla. O səthə perpendikulyar olana fizikada bir ad vermişik. Cisimlərin səthə perpendikulyar istiqamətdə təsir etdiyi qüvvəyə nə deyirlər? Reaksiyanın dayaq qüvvəsi. Tamamilə səhvdir. Çəki deyirlər. Nəyi? Çəki. Sətdən yuxarı olanda reaksiya olacaq. Sən dediyin reaksiya qüvvəsi səth tərəfindən cismə tətbiq olunan qüvvədir. Amma mən dedim ki, cisim tərəfindən səthə tətbiq edilən, yəni dayağa tətbiq edilən qüvvə nədir?
Bir dəqiqə başa düşmədim tam olaraq. Yaxşı, çəki nədir? Cismin dayağı və Çək- askıya göstərdiyi qüvvə. Təsir etdiyi Cisimlərin qüvvə. dayağa və ya askıya göstərdiyi qüvvəyə çəki deyirlər, elə deyilmi? Aha, bəli. İndi bu cismin də, bu cismin, mail müstəvi üzərindəki cismin də mail müstəvinin səthinə göstərdiyi qüvvə var, hansı ki, ona F perpendikulyar. Yəni bu Ağırlıq. demək ki, bu çəkidir. Bəli. Bir cismin dayağa göstərdiyi qüvvə çəki deyilmi? Buna da çəki deyirik. Yəni perpendikulyar toplananın adı çəki olacaq. İkinci o paralel olanı isə cismi aşağı doğru dartmağa çalışır da, o da dartı qüvvəsi deyək. Deməli belə çıxır ki, çəki ağırlıq qüvvəsinin bura alfadırsa, qarşılıqlı perpendikulyar bucaqlar bərabər burada alfadır. Onda çəki mg kosinus alfaya bərabərdir. Dartı isə digəri mg sinus alfaya bərabərdir. Bizim sualımızda təzyiq qüvvəsi yazmışdı. Çəki təzyiq qüvvəsinə bərabər olduğuna görə bura təzyiq qüvvəsini də əlavə edə bilərsən. Bəs təcili nətər tapdınız müəllim? Təcilin düsturu nədir fizikada? A bərabərdir F böl M. M. Bəli, dartan qüvvə mg sinus alfadır. Mg sinus alfanı M-ə bölsəz nə verər sizə? J sinüsü. J O sinus adı. deməli o da təcildir. Mən yenə deyirəm, belə çıxarılışları ola bilər bir şagird olaraq sən tam mənimsəməyə bilərsən. Amma bunu əzbərdən bilməyə məcbursun. Yəni iki dənə qüvvə olduğunu bilməlisən. Biri perpendikulyar, digəri paralel. Perpendikulyar olan çəkidir, paralel olan dartıdır. Çəki kosdur, dartı sindir. Yəni sinusdur. Yəni mən onu deyirdim ki, məsələn, niyə görə biz çəkidə dedik kosinus alfadır, təcildə sinus alfadır. Yəni niyə kosinusdur deyirsiniz? Tam başa düşmədim aslında bəli. sualı. Yəni niyə Niyə görə sinus kosinus? var məsələn çəkidə? Hə, çəkidə çünki bayaq da təkrar edirəm indi burada sizə. Bu cisimdir, düzdür? Bunun aşağı doğru ağırlığı var, mg. Elə? Bəli. Çəki bir cismin səthə perpendikulyar təsir elədiyi qüvvədir. Budur, çəki budur. İndi gəl səndən burada bir üçbucaq yaradaq. Bu üçbucaqda düzbucaqlı üçbucağa oxşuyur da, düzdürmü? Bəli. Bura alfadır, burada alfadır. Qarşılıqlı perpendikulyar bucaqlar bərabər. İndi hipotenuzumuz mg'dir. Bura hipotenuzdur, bura mg'dir. Çəki də bu katetdir. Çəkini görürsünüz də, buradakı vektor çəkidir, düzdür? Bəli. İndi sənə sual. Bucağın bitişik katetinin, yəni P-nin hipotenuza, yəni mg-yə nisbəti, bitişiyin hipotenuza nisbəti nədir? Kosinus alfanın nisbəti. Ay, sağ ol. P-ni tapa bilərsən, buradan P-ni çıxart. Bəli, mg kosinus alfa. Ay, sağ ol. Çəki niyə kosinusdur sualın cavabı budur. Bu arada çəki yenə deyirəm, çəkinin tərifi belədir. Səthə perpendikulyar təsir edən təzyiq qüvvəsi, hətta reaksiya qüvvəsi, hətta çəki, hətta təzyiq qüvvəsi. Bu üçü bir-birinə bərabərdir. mg kos alfa. Bəli, aydındır. Ona görə kosinusdur çəki. Bəli, bildim. Təcilin də sinus olmasının səbəbi, çünki artıq zaten komponentlərdən birini siz, məsələn, bura çəkiyə kosinus edirsiniz. Bunun dartı qüvvəsi buradadır. Bu dartını bu aşağı paralel köçürdüyünə bura deyirəm dartı. Dartı qüvvəsi alfanın qarşı katetidir. Qarşı katetin hipotenuza nisbəti nədir? Sinus alfa. Sinus alfadır. So in this case F dartı bərabər olacaq mg sinus alfaya, görürsünüz. Bəli. Evet. Bildim müəllim, çox sağ olun. Bəli, buyurun sonra. 12. 12'ye kadar var mı dostlar? %12'ye kadar yok. Son ikinci suala bax. Harmonik rəqs edən cismin sürətinin zamandan asılı qrafiyi verilmişdir. Cisim nə qədər vaxtda 2 metr yol gedər? Rəqs edən cisimlərdə gedilən yolun bir düsturu var. S bərabərdir 4 vurulsun
xm t böl t. Belə bir düsturu var, xatırlayın. Gedilən yolun belə bir düsturu var. Deyir ki, nə qədər vaxtda 2 metr yol gedər? Yəni, buradan bizdən zaman istəyir də, t-ni istəyir. T bərabərdir. Düzdürmü? X vur t bölünsün 4 dənə xm. İndi yolu veriblər 2 metr. Period nə qədərdir sizcə? 3-dən 4-ün Dörd. arasında. Period 4'dür. Hardan bildiniz period 4'dür? 2 dənə sayıqdan var ya da 4 dənə. 4 period üçün 4 dənə sayırsınız. 1, 2, 3, 4. Gördünüz? 4 dənə sayanda hansı zamana tuş gəldiniz? 4-də 4'e. Yəni period 4'dür. Bölünsün 4 vurulsun. XM-i bilmirəm amma. XM-i bilməsəm də VM ilə tapa bilərəm. VM ilə XM arasında belə bir düsturu var. VM bərabərdir. XM vurulsun omega. Omeganı atsaq, VM bərabərdir. XM vurulsun 2 pi bölünsün T. Qiymətləri yazaq. Sürətin amplitudu neçədir qrafikdən deyə bilərsiniz? 3-dür. 3. XM-i bilmirik. Pi-ni veriblər. 3. Period neçədir? 4. 4. 3'lər ixtisar gedir. XM də bərabər olur 2-yə. Elə mi? Yuxarıda yazıram yerinə 2. 2'lər ixtisar gedir. 4'lər gedir. Qalır 1. Mən belə yuxarısındakına da baxarsa 11-ci sual. Necə? 11-ci suala da baxarsa. Bunu qeyd elədiniz dostlar. Bəli. 11-ci suala gəldik. Cismə təsir edən qüvvənin modulunu deyir hesablayın. Kinetik enerjində qrafik verilir. Əvvəlcə onu deyək ki, kinetik enerji ilə bağlı bir teorem var. Görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Kinetik enerji gördüyün kimi 30-dan gəlib 120-yə. Nə qədər dəyişib? 90. 90. Deməli, görülən iş nə qədər imiş? 90 imiş. Bəli. 90. İndi burada qüvvəni istəyir bizdən. İşin düsturu A bərabərdir Fs. 90 bərabərdir F vurulsun. Bəs yer dəyişmə nə qədərdir? Yer dəyişmə Burada altı koordinatın götürək dəyişməz. Bəli, 0-dan 6-ya gəlib, ona görə 6. Onda F bərabər olacaq 15 Newton. Mən məsəl üçün 2-dən 6-ya yazsaydı o qrafiki 4 yazacaqdıq isə. Məsələn, buradan 2-dən belə yazsaydı, hə, belə. Hə, bəli. A hissə oldu 4 yazıb, halal olsun. Çünki yer dəyişmə koordinatın dəyişməsidir. Hə, başa düşdüm mən. Həlalsan. Sonra 13 var. neçə? 13. 13-cü sual soruşurlar uşaqlar. Riyazi rəqqası deyir yer səthindən yerin radiusuna bərabər hündürlüyə qaldıranda period necə dəyişir? Gəlin bu riyazi rəqqasın period düsturunu xatırlayaq. Riyazi rəqqasın periodunun düsturu belə idi. T bərabərdir 2 pi kök altında L bölünsün J. Elə mi? Bəli. Yerin radiusuna bərabər hündürlüyə qaldıranda, yəni J-nin qiymətinin dəyişməsi J M bölünsün R plus H-ın kvadratı. J-nin belə bir düsturunu xatırlayın. İndi yerin radiusuna bərabər hündürlüyə qaldıracaq. Yəni H-ın yerinə də R yazsaq. Yadınızda dolar H bərabərdir R olanda J-nin neçə dəfə azalırdı? 4 dəfə. 4 dəfə. J 4 dəfə azalanda periyoda nə baş verər? 2 dəfə artar. 12 2 dəfə. dəfə artar. Bu belə deyək ki, normal üsulu ilə yazılanda bu formada yazılır. Amma bunun bir açılışı da var birbaşa. T bərabərdir. İstəyənlər düsturu da yadda saxlaya bilər. R plus H kök altında L bölünsün J. Bu belə bir düstur da var. H-ın yerinə R qoysanız, R üstə gəlir nə eləyəcəkdir? 2. 2.
Mən 15-i Tamam da desəm gəlsə. 15. Aha. 15-də yazıb ki, Arximed qüvvələrini müqayisə edin. Deməli, bu Arximed qüvvəsi üzən hallarda bilirsiniz ki, ağırlıq qüvvəsinə bərabərdir, yəni mg-yə bərabərdir. Birinci cismin kütləsi m-dir. Onda birinci cismin Arximedi nəyə bərabərdir? MG. mg-yə. İkinci cismin kütləsi 2m-dir. Onda 2 bunun MG. Arximedi nəyə bərabərdir? 2mg-yə. Hər ikisi üzdüyünə görə belə yaza bilərik. İndi nə görürsən burada? İkinci qüvvə birincidən 2 dəfə çoxdur. Mən bunu həcmdən verəndə necə eləyirik? Bunu qəbul imtahanında həcmlə vermişlər, amma orada da sıxlıqla bağlı məlumat var idi. Ha, var. Deyir ki, bunun həcmi məsələn V-dir, bunun həcmi 3V-dir. Yazır ki, sıxlıqlar da eynidir. Yenə eyni şeydir əslində. Necə eyni şeydir? Həcmlər verilib, biz həcm əvəzinə üzdüklərinə görə kütlə ilə maraqlanırıq. Kütlənin düsturu n bərabərdir ρ-dir. Hər ikisinin sıxlığı eynidir. Həcmi 3 dəfə böyük olanın kütləsi də 3 dəfə çoxdur. Əgər kütləsi 3 dəfə çoxdursa, onda buna təsir edən Arximed birinciyə təsir edəndən 3 dəfə çoxdur. Yəni ki, üzən cisimlərdə çalışan ki, kütlə ilə elə. Və Həcmlə yox. bir də ki, mən F bərabərdir K2 bölünsün R kvadratı var idi. F orada Q-dən asılı deyil də elə. Təkrarla. F bərabərdir K2 bölünsün R kvadratı var idi. F bərabərdir K2 İntensivliyin bölü kvadrat diye düsturu. bir düstur yoxdur. K2 1 Q2 bölünsün R kvadrat. İntensivliyin düsturu var. K2 bölü kvadrat. Elə idi yoxsa bilmirəm, amma F var idi orada, müqayisə edin F deyirdi. ölçü ola bilər. Y bərabərdir ölçü. Qəbul sualında var idi müəllim. Hansı sual? Mən deyirdi qüvvələri müqayisə eləyin. Q nə bilim biri 2 Orada qüvvələr bərabərdir. O sınaqların birində var idi də yazdığımız sınaqların. Qarşılıqlı təsir zamanı qüvvələr bir-birinə bərabər demişdi yaxı. onu çaşmışdım mən. Bunun yükü, bunun yükü Newton 3-cü qanunu nədir? Təsir əks təsirə bərabərdir. Onu kaş yazardın. Seçdiyimiz sualların içində var idi o. Ax be, eybi yox. İkinci cəhdə inşallah yazar. İnşallah. Buyurun. 16 qaydadan müəllim elə. Yəni əzbərmək lazımdır prosta. 16-nı əslində Y variantı. nizamsız hərəkəti Y variantı deyil. Niyə variant. eşitdir çıxıb. Brown hərəkəti? Diffuziya çıxıb. Brown deyildi müəllim cavabı. Məncə Brown görmədim, diffuziya götürdüm. Məncə də Mən Brown. də Brown Nətər bilirdim, 16-ya baxmısınız? Bəli, Bəli. Brown yox idi. Mayedə asılı vəziyyətdə olan zərrəciklərin hərəkətinə Brown hərəkəti deyilir. Brown hərəkətinin yaranmasına səbəb sizin qoyduğunuz qabdakı məsələn bir tozluğu mayenin səthinə atdınız. Bu tozluqlara maye molekulları gəlib zərbələr indi. Çünki maye molekulları daim xaotik hərəkət elədiyinə görə özlərini saxlayanmırlar. Ona görə yad cisimlərə gəlib zərbə endirirlər. Bax bu MKM mövzusunda bunu işləmişik. Maye molekullarının zərbəsidir cavab. Bəs nizamsız hərəkət deyəndə diffuziya götürmürdük. O Nizamsız hərəkət söhbət deyəndə idi də. zaten nizamsız hərəkət MK'nin Nuray ikinci müddəası deyilmi? MK'nin müddəaları nədir? Bir atom və molekullardan təşkil olunur. Cəzb etmə, itələmə, nizamsız hərəkət. 3 cəzb etmə, itələmə də o qüvvədir üçüncüsü. İkincisi də nizamsız hərəkətdir. Nizamsız hərəkət 2 dənədir. Bir Brown hərəkəti, indi danışdığımız. Biri də diffuziyadır. Diffuziya şəkərin suya qarışmasıdır. Şəkəri çaya qarışdırırsınız, hər tərəfi şirin olur. Ətri otağa püskürdürsən, hər tərəfdən ətir iyi gəlir. Bu diffuziya qarışma prosesidir. Hər ikisi istilik hərəkəti nəticəsində baş verir. Amma Brown hərəkətinin yazıb ki, asılı halda olan kiçik hissəciklərin, yəni otaqda tozlar var. Sən otağa tozu səpələsən də, tozlar başlayır belə hərəkət eləməyə. Niyə? Niyə hərəkət edir? Çünki digər hava molekulları gəlib ona zərbələr endirirlər. Yəni o səbəbidir Brown hərəkəti. Düşdüm mən. Bəli. Bəli, yaxşı ki, bax bu sualları seçmişdik. Yenə Kənan.
Suallara diqqətlə baxın ki, köhnə sınaqlardan zaddan da suallara baxın. Bax, Baxın. onlardan sual çıxır mütləq. Sonra 7. 20. 17-ci sual soruşanlar var uşaqlar. İdeal qazın deyir istilik miqdarı verməsinə. Bilirsiniz ki, istilik miqdarı alına da bilər, ayrıla da ayrıla da bilər. Burada yazıb ki, istilik miqdarı ayrılsın. Yəni ideal qazın istilik miqdarı verməsinə uyğundur deyir. Yadınızda saxlayırsınız. İstilik miqdarı aldıqda bir sistem istilik miqdarını alırsa, temperatur, həcm, daxil enerji, yəni bunlardan artım baş verməlidir. Verdikdə isə nə baş verəcək? Temperatur azala bilər, avtomatik daxil enerji və ya həcm azalmalı. Aldıqda bunlar baş verə bildiyi halda, verdikdə bu aşağıdakılar baş verməli. İndi qaydaq suala. İdeal qaz deyir, istilik miqdarı verib. İdeal qaz özündən çölə istilik miqdarı verirsə, onun daxil enerjisi azalmalıdır. Bax görək qrafiklərdə daxil enerji azalma hissəsi varmı? 3, 4, 4, Sən 1. də Məsələn, 3-dən 4-ə. Yaxşı, həcmin azaldığı varmı? 4-dən 1-ə. 4-dən 1-ə. Bax, bu aşağıdakı qeydi yazın. Deməli, 3-dən 4-ə, 4-dən 1-ə C variantı. Başa düşdünüz dostlar? Bəli. Məsələn, bunlara aid istilik enerjisi almağa aid bir-iki kəlmə də deyək. Məsələn, deyir ki, su buxarlanır. Bu zaman istilik enerjisi udulur yoxsa ayrılır? udulur. Udulur. Çünki su buxarlananda qaz halına çevrilir. Ona görə də qazın daxil enerjisi suda mayedən böyükdür. Ona görə udulur. Amma kondensasiyada istilik enerjisi ayrılır. Çünki kondensasiyada qaz çevrilir mayeyə. Başqa sual dostlar. 20. Yirminci suala baxırıq uşaqlar. Nöqtəvi elektrik yüklərinin deyir, o nöqtəsində yaratdıqları elektrik sahəsinin yeşil intensivliyi hansı istiqamətdə yönəlmişdir? İndi bu yüklər istəyirsiniz, mən həmişə uşaqlara deyirəm, nömrələyib yazın ki, çaşmayasınız. Məsələn, buna A yükü deyək, buna B yükü deyək, buna da C yükü deyək. A-dan başlayaq. A necə yükdür? Müsbət. Müsbət özündən çıxandır, yoxsa özünə daxil olandır? Çıxan. Müsbət yük özündən çıxandır. Bu A-nın yaratdığı. Bəs B nə tər yükdür B? Mənfi. Mənfi yükün yaratdığı sahə özündən çıxandır, yoxsa daxil olandır? Daxil. Daxil olan. Onda B-ninkini də belə çəkməliyəm də özünə tərəf. Gəldim C yükünə. C yükü necə yükdür? Mənfi. Daxil Özünə olandır, daxil yoxsa çıxandır? Daxil olan. Özünə daxil olan. Belə çıxır ki, iki dənə sağa, bir dənə də aşağı vektorun var, düzəm? Bəli. Onda sizcə əvəzləyici hansına daha yaxın olar? İki dənə olana yaxın olar, yoxsa bir dənə Bir olana? olacaq cavab. Cavab Yəni- bir olacaq. Bəli. Cavab bir olacaq. Ümumiyyətlə, profesional qaydası nədir bunun? Vektoru çəkdiniz belə. Düzdür? Yəni, damalarla göstərim də. Məsələn, birincisini belə çəkdiniz, bir dama, ikincisini də çəkdiniz, bu da bir dama, digərini çəkdiniz, belə. Düzdürmü? Profesional qaydası parallelogram qaydasıdır. Parallelogram qaydasına görə buradan qırıq-qırıq uzadırsınız, buradan da qırıq-qırıq uzadırsınız, başlanğıcdan kəsişmə nöqtəsinə xətt çəkirsiniz. Əgər bu profesional qaydası cavab 1-dir, yəni zaten.
Yox, əgər qeyri-professional olaraq şəklə baxıb eləmək istəyirsənsə, məsələn, uşaqların çoxsu burada 2-ni seçənlər var, 2-ni seçə bilməzsən. Çünki 2 bu damaların ortası ilə gedib. Ortası ilə gedə bilməsi üçün hər iki vektorun boyu bir-birinə bərabər olmalıdır. Siz haqsızlıq edirsiniz amma. Mən bunu 2 ilə dartıram, bu tərəfə 2 ilə dartıram. Sən aşağı 1 ilə dartırsan, bu necə ortadan gedə bilər? Yəni elə bil ki, mən 20 manat qoyuram, sən 10 manat pul qoyursan. Sonra deyirsən ki, hərəmiz 15 manat ötə ikilikdən deyil axı bu. Düzgün deyil. Yəni ortadan bölə bilməzsə bu vektorun ikisini ortadan çıxarmı əvəzdə? Çıxmaz. Ona görə də əgər imtahanda belə bir şey çıxsa, həmişə vektorları saydın və öz-özünə deyirsən ki, bu 2-dir, buna daha yaxın olmalıdır. Başa düşdünüz? Bəli. İndi gəlin sualı bir balaca dəyişək. Məsələn, gəlin sual dəyişək. Çox basit bir hərəkət eləyəcəm. Bu müsbət yönü buradan rədd eləyirəm. Sizdə cavabı nə olardı? 2. Cavab olacaqdı 2. Niyə 2? Həbsinin Məsafə. bir qüvvə gedəcəkdim də. Çünki bəli, bura bir nəfər dartacaqdı, burada bir. Yaxşı, biraz da dəyişirəm, təkmilləşdirirəm sualı. So, suppose that, məsələn, burada da damalar falan verilib indi bizə. Məsələn, burada da deyək ki, bir dənə müsbət Q var. Yenə 2 dama da. Yenə 2 Cavab nə? olacaq. Necə? 2 olacaq cavab. Cavab yenə 2 olacaq. Yəni hər ikisinə 2 qüvvə. Ay, sağ ol. Yenə hər ikisinə 2 düşəcək. Bərabər olanda ortadan çıxar. Bərabər olmasa birinə yaxın olar. Sonra 21 də var. 21 var yoxsa 22 dediniz? 21. 21-ci suala baxırıq. Deyir ki, K açarını qapadıqda. K açarını qapadıqda deyirsə, deməli K açarı açıq imiş. K açarı açıq olanda bu işləmir də, düzdür? Bəli. Dövrədə müqavimət nə qədərdir? R. Xeyr. Yəni əvvəlki də var, yəni 2R. 2R. Dövrədə müqavimət 2R'dir. Yaxşı. Açarı bağlasam, 1.5R. ay, sağ ol. Çünki bu R. Bu R R paraleldir. Paraleldə sayına bölünür R bölü 2. R-lə də, yəni R bölü 2-ni toplayanda 3R bölü 2, yəni 1,5. Yəni dövrədəki ümumi müqavimət nə vardı? Azaldı, Müqavimət azalanda cərəyan şiddəti nə edir? artır. Artar. Deməli, 2 dənə variantımız ələndir. 100% cərəyan şiddəti artıb. Bu belə. İndi gəlirik gərginliyə, daha çətin olana gəlirik. Cərəyan şiddətinin artdığını tapmışıq, amma gərginlik haqqında danışmaq biraz çətindir. Onun üçün nə edək? Açar açıq olanda dedik ki, yuxarı işləmir. Onda aşağıdakı bu U gərginlik bu 2 dənə müqavimət arasında bölünməzmi? Bəli. Yəni buna U bölü 2, buna da U bölü 2 düşməzmi? Bəli. Niyə hər ikisinə eyni düşdü? Yəni düz asılıdır. Niyə hər ikisinə eyni düşdü? Həm müqavimət eynidir, həm də cərəyan Çünki şiddəti. müqavimətləri bərabərdir. Ardıcıldır, bəli, cərəyan şiddətləri də bərabərdir. Hər ikisinə eyni düşür. U bölü 2, U bölü 2. Yaxşı. Açarı bağladıqda burada müqaviməti nə qədərdir? R. R. Bəs burada müqaviməti nə qədərdir? 0.5R. R bölü 2. İndi kim çox götürəcək? R mi, R bölü 2 mi? R. R. Yəni bu sağa düşən gərginlik artıq əvvəlki qədər olmayacaq. Az olacaq. Çünki R daha çox götürəcək bu dəfə. Bayaqlarım yarı-yarı bölmüşdülər. Yarı-yarı. Bərabər yerə görə niyə getmirik? Nə deyən o bərabər yerə görə getmirik? Öz düsturuna görə də ev dəyişmir. Gəl gedək U bərabər deyib öləcək, amma cavabı sən özün verəcəksən. Çünki U bərabərdir, deyib buraya gedirəm. Sən açarı bağlayanda müqavimət azalıb demişsən. Müqavimət azalanda da cərəyan şiddəti artır demişsən. Gəl işin içindən çıx indi. Bəs özü müqaviməti dəyişir ki, niyə?
Sabitdir Özünün də. müqaməti dəyişmir, amma oradan keçən cərəyan şiddət dəyişir axı. Artır da. Hardan bilirsən artır? İndi demədik artır. Cərəyan şiddəti ümumi dövrənin cərəyan şiddəti artır qadası. Axı indi iki yerə bölünür cərəyan şiddəti. Amma əvvəlki qiymətinə görə artırsa, niyə artır Yox, götürməyək? sən başa düşmədin. Bax. Sən deyirsən ki, cərəyan şiddəti dövrədə artır, mən səndən razıyam. Mən səndən tamamilə razıyam. Yəni cərəyan şiddəti artdı dövrədə. Amma bayaqlarım cərəyan şiddətinin hamısı aşağıdan keçirdi. Hamısı. Bildinmi? Bəli. Amma indi cərəyan şiddəti bura gəlib iki dənə qola bölünür. Sən hardan biləcəksən ki, buradan keçən cərəyan şiddəti artır yoxsa azalır? Sizin dediyiniz üsula getmək daha düzgündür onda. Ayso, mən çünki oradan cavab, bəs indi gəlib vəziyyətə bir dənə baxaq. Sən məsələn cərəyan şiddətini bayaqların biz neçə dəfə artar dedik bayaqların? Neçə gəlmişdi müqavimət? 2-dən 1.5-ə. 2-dən bu 2 dəfə azalmaq deyil heç. Bunu həll etmək ona görə çətindir. Yəni 2 dəfə azalmaq olsaydı, 2 dəfə azalmaq olsaydı biz deyərdik ki, cərəyan şiddəti 2 dəfə artar. Məsələn, 5 amper bayaq gəlirdi, hamısı aşağıdan keçirdi. 10 amper olsa, 10 amperin yarısı yuxarıdan, yarısı aşağıdan keçərdi. Onda voltmetrin göstəricisi dəyişməz də aysa. Amma burada kəsiri var deyə o üsul bizə sərf eləmir. Yəni ehtiyatlı olmaq lazımdır. Cərəyan şiddəti artır deyəndə biz buradakı cərəyan şiddəti nəzərdə tuturuq. Biz bilmirik buradan nə qədər keçəcək. Ona görə də sən bunu nə tələb edirsən? Sən deyirsən ki, açar açıq olanda buradakı gərginlik nə qədərdirsə, hərəsi yarı-yarı götürür. Amma bunu bağlayanda birinci daha çox götürür. Yəni bayaq yarısı gəlirdi bura, indi yarısından azı gəlir. Yəni voltmetrin göstəricisi neynədir onda? Azaldı. Düzgün cavab olacaq Yevlaq toyu. Y variantı. Bəli, Y variantı. Müəllim, voltmetrin dəyişməsini bir də izah eləyin də, tam başa düşmədim. Voltmetrin dəyişməsini bir daha izah edirəm dostlar. Bax, voltmetrin dəyişməsini. Bu samballı sualdır. Birdən qəbulda çıxsa mütləq yazın. Voltmetrin dəyişməsini suala eləmək üçün nə qardır? Açar deyir, qapadıqda. Deməli, açar açıq imiş. Açar açıq olanda yuxarıdan cərəyan keçirmi? Yox, xeyr. Onda bura işləmir. Gərginlik var aşağıda U. 2 dənə də müqamətim var. Hər biri R-R-dir. Hər birinə nə qədər düşməlidir? U bölü 2, U bölü 2. Bu həmişə ödənir, yəni ardıcıl olanda, yoxsa Yox, müqamətlər bərabər olanda. müqamətlər bərabər olanda? Hə, yəni məsələn ardıcıl olub müqamətlər bərabər olmaya bilərdi. Məsələn, R deyək ki, 2. Hı. Hə, onda burada eyni qədər düşməyəcək. Məsələn, buna U düşsə, buna 2U düşəcək. Aydındır. Yəni gərginlik müqamətlə düz mütənasibdir ardıcıl birləşmədə. Bəli, açar açıq olanda biz deyə bilərik ki, aşağıdakı gərginliyi bunlar öz aralarında qardaş malı kimi böləcəklər. Çünki müqamətlər eynidir. U bölü 2, U bölü 2. Amma siz açarı bağlayanda buradakı müqamət R olaraq qalır, onu çəkirəm R. Amma bu paraleldə axı, paralel ikisini bir yerdə eləməliyik. Paraleldə sayına nə edirdik? Bölürdük. Olur R bölü 2. İndi bunlardan hansı gərginliyi çox götürəcək? Birinci. Ay, sağ ol. Bayaq bərabər bölmüşdülər. İndi birinci daha çox götürür. Birinciyə çox düşürsə, ikinciyə nə düşür? Az. İndi burada voltmetrin bir dənə necə deyim, birinə aid olduğuna görə biz elə elədik də. Məsələn, ikisinə də aid ola bilərdi. Zaten əslində burada ikisinə də aiddir. Yəni bu paralellərin ikisinə də aiddir bu arada. Hə. Çünki voltmetri paralel birləşmədə hansına istəsəz qoşa bilərsiniz, eyni şey göstərir. Bildim mən. Amma paralel birləşmələrdə, paraleldə ümumi müqaməti tapmaq məsləhətdir. Hı. Bildiniz? İndi Nurayın dediyi yolla bəlkə, məsələn, bilmirəm, riyazi olaraq sizə çətin gələrmi o yol, yoxsa gəlməzmi? Biz bayaq müqaməti neçə gətirdik, məsələn? 2 yerdən 1,5 yerə gətirdik. İndi müqavimət 2 dəfədən az azalıb. Onda cərəyan şiddətdə 2 dəfədən az artacaq. Yəni, belə fikirləş də, 2 dəfədən, məsələn, 5 amper olacaq, məsəl üçün, 8 amper.
Bildiniz nə demək istədiyim? Bəli. Çünki Tam iki olaraq dəfə 2 dəfə azalır. artıq azalır. Müqavimət burada 2 dəfə azalmayıb da. Müqavimət burada 2 dəfə mi azalır? Xeyr. 2 dəfədən az azalır. Onda cərəyan şiddətdə 2 dəfədən az artmalıdır. Yəni məsələn, bayaq 5 amper idi, indi 8 amper. İndi 5 amper olanda buradan da 5 keçirdi, buradan da 5 keçirdi. Razısınız? Bəli. Amma 8 olanda 8 bu açarı bağlamısan. Hərəsə nə qədər düşəcək? 4-4. 4-4. Görsən? Bayaq 5 keçirdi amma. Yəni bura paya düşən cərəyan şiddəti azalacaq. Buradan keçən cərəyan şiddəti əvvəlkinə görə az olacaq. Burada Amma müəllim Burada bu biz bərabər yeri baş daşına görə yaza bilərik də. Yəni tək dayanana görə. Bəli. Hə, o artırsa digəri onsuz məcbur azalmalıdır da. Ümumi dəyişməməsi üçün. Hə, bir dənə müqavimətə düşən gərginliyi artırsa 100% olursa azalmalıdır. Nəsə deyirlər, sual verirlər. burada voltmetri paralel qoşulan yox da birinci yer tərəfə qoysaydıq dəyişməyəcəkdi də onda. Birinci el tərəfə qoysaydıq artacaqdı onda. Bəli, bildim. Bura qoysaydın bilirsən niyə artacaqdı? Çünki müqavimət sabitdir. Cərəyan şiddəti də artıb. U bərabərdir I vur R düsturuna görə. Düzdür? Bəli. Müqavimət sabit cərəyan şiddəti artırsa gərginlik artmalıdır. Bu sualın üstündə yəni 21-i dairəyə alıram. Bir neçə dəfə evdə məşq edin belə yəni yalandan deyək də, doğru dildə yorulub başa düşdüyüm sözün mənası yoxdur. Tam dərk eləmək lazımdır bu sualı. Tam dərk eləmək lazımdır. Bəs müəllim, nə vaxt voltmetrin göstərişi dəyişməzdi? Ümumi dövrəyə qoşulsaydı, yoxsa? Bəli, belə qoşulsaydı məsələn. Ümumi dövrəyə qoşulsaydı dəyişməz. Ümumiyyətlə belə fikirləşəndə, yəni ardıcıl birləşmələr tipində, bu ardıcıl birləşmə sayıdır əslində. Bunu imtahanda da belə eləyə bilərsən. Birinci hal budur, bax. Birinci hal budur da elə bil. Birinci halda yuxarı yoxdur. Birinci hal. Gördüm çətinlik çəkirsənsə belə elə. Bir də ikinci halı çək. İkinci halda nətər olur? Burada 1,5. Nə 1,5? 0.5. 0,5. Buramda 5. Hə. İkinci mənim sizə məsləhətim çox rahat eləmək istəyirsənsə bu dövrən, yəni birinci halı çək, açar deməli açıq olan halda qırağında da situasiyada zadda çıxsa, açıq sualda çıxsa yazın. Bu da qapalı olan halda. Bu formada çəksəz məncə çaşmayacaqsınız. Yəni paralelləri opsi bir götürə bilərsiniz də bildiniz. Paraleli ayrı-ayrı fikirləşəndə adamın beyni qarışır. Amma paraleli ümumilikdə 0,5 yazıb, bəli, indi deyəcəksən ki, orada da bax birinci vəziyyətdə gərginlik hər ikisinə bərabər paylanır. Amma ikinci vəziyyətdə birincinin müqaviməti çox olduğuna görə o daha çox gərginlik götürəcəkdir. Ona görə ikinciyə düşən pay azalacaqdır. İkincinin müqaviməti azalıb. Bəli, aydındır. Buyurun. 24. Iyirmi dördüncü sual. Foto elementin vaxa əsasən düzgün fikirləri seçin. Foto elementdə neçə dənə səbətimiz var idi dostlar? 2. 2 səbət. 2 dənə səbətimiz var. Səbət anlayışını bilməyən varsa, mütləq bizim kvantdan olan dərsi yadıma salsın. Kimlər bilmirsə də təzə qoşulanlardan olanlar ola bilsin, səbətləri bilmirlər. Onun video linkini göndərim sizə, mütləq izləyin. Səbət deyiləndə nəyə nəzərdə tuturuq? Foto elementin voltamper xarakteristikasında qrafikin 2 dənə önəmli hissəsi var. Biri aşağı hissə, buna saxlayıcı olan səbət deyirik. Bir də bu yuxarı hissə, buna da doyma cərəyanı deyirik. Bəs səbət nə əlaqə?
Doyuma cərəyanına təsir edənlər cindir, cin səbəti. Cin nədir? Cərəyan şiddəti, intensivlik, bir də say. Bu üçü buradan asılıdır. Yəni bura baxıb bu üçü haqqında danışa bilərsən. Aşağıdakı səbəti isə qalan kəmiyyətlər: tezlik, impuls, sürət, kinetik enerji, foton enerjisi, dalğa uzunluğu, saxlayıcı gərginlik. Bir dənə dalğa uzunluğu bu arada dairəyə alıram ki, dalğa uzunluğu digərləri ilə tərsdir. İndi səbətlərlə gəl danışaq. Doyma hissəsinə baxaq. Doyma hissəsində hansı böyükdür? İkinci. Doyma hissəsində ikinci daha böyük. Yəni ikincinin daha yuxarıdadır da. Onda ikincinin cini birincinin cinindən çoxdur. Yəni N2 N1-dən böyükdür. Bu belə. İndi saxlayıcı səbətinə baxıram. Saxlayıcı olaraq hansı daha böyükdür? 1 mi 2 mi? Bərabərdir. Əlaqəsiz idi də müəllim. Eyni nöqtədən başlayıblar deyə bərabərdilər. Yəni bu səbətdəki olan bütün kəmiyyətlər bir-birinə bərabər olacaq. 3, bir də 5. Başa düşdünüz? Bəli, bəli, başa düşdüm. Bu kvantın səbətini mütləq öyrənin. Başqa? 26. 26 cihazlar. Nədir birinci cihaz? Fotorezistor. İntensivliyi düzəltmişsə Birinci cihazın adı fotorezistordur. Ha. Fotorezistor, foto işıq deməkdir. Ona görə də zəif işıq selini qeyd edir. Birə gedir B. reostat. Reostatdır. Başında sürgü var. Sürgünü sağa sola sürüşdürməklə əslində biz müqaviməti dəyişirik. Müqavimət də dəyişəndə cərəyan şiddəti dəyişir. Cərəyan şiddətini tənzimləmək üçün istifadə olunur. 2-yə gedir D. Tranzistordur. 3 tranzistordur. Tranzistor zəif elektromaqnit rəqsləri gücləndirir. A variantı. Beyin keçidinə İlk əsaslanır. prinsipi P-in keçidinə əsaslanır. Bu üç hissədə emitter, baza, kollektordur. Bəli, bildim. Başqa? 28 var. 28-ci suala baxırıq dostlar. 28-ci sualda daxil enerjinin dəyişməsinin istilik miqdarının asılıq diaqramı verilir və burada 45 dərəcə görürsünüz. 45 dərəcə olmağı trigonometrik olaraq bizə nə fayda verə bilər? Yəni burası Q-dür deyək ki, burada delta U-dur. 45-45 bərabər yanlış uzaqdır və onda belə çıxır ki, Q delta U-ya bərabərdir. Q delta U-ya bərabər olması bizə nəyi deməyə əsas verir? Q-nün delta U-ya bərabər olması ona deməyə əsas verir ki, qazın gördüyü iş sıfıra bərabərdir. Yəni verilən istilik miqdarının hamısı daxil enerjinin dəyişməsinə sərf olunur. İş sıfırdırsa, işin düsturunu bilirsiniz də P delta V. İş sıfırdırsa, onda həcm konstant olmalıdır. V bərabərdir konstant. Daxil enerji artdığına görə 2/3 düsturundan temperatur da artmalıdır. Onda həcm sabit, temperatur artmalıdır. The question is, qazın həcminin temperaturdan asılılığını çəkin. Həcm sabit olsun, temperatur isə artsın. Hı. 29 var. 29-cu sual var. İdeal rəqs konturunda zamandan asılı qrafik verilmişdir. Maqnit sahəsinin enerjisinin deyir zamandan asılı qrafikini çəkin. İndi biz burada görürük ki, Q-nün qrafiki hansı qanundan dəyişir bu? Sinusdur yoxsa kosinusdur? Sinüs. Hardan bildiniz sinusdur? Sıfırdan başlayıb da. Buradan başlayır. Sıfırdan başlayıb. Yəni Q-nün qrafiki Q bərabərdir. Q n vurulsun sinus omega t ilə dəyişir.
Cərəyan şiddəti rəqsləri yük rəqslərinin fazada pi bölü 2 qədər qabaqlayır. Çünki cərəyan şiddəti yükün zamana görə törəməsidir. Bunun törəməsini alsaz, olacaq im vurulsun kosinus omega t. Yəni cərəyan şiddəti kosinusla dəyişəcək. Düzdürmü? Və bizdən maqnit sahəsi enerjisini istəyir. Maqnit sahəsinin enerjisi düsturu L i kvadrat bölünsün 2-dir. Cərəyan şiddətinin yerinə, i'nin yerinə im vurulsun kosinus omega t yaza bilərəm. Çünki yuxarıda yazmışam. Kvadrat bölü 2. Atsaq bunu L i'min kvadratı bölü 2. Cos kvadrat omega t alınır. Kosinusun funksiyası, kosinus funksiyasının qrafiki bilirsiniz ki, müəyyən bir qiymətdən başlayandır. Amma kvadrat olması onun mənfiyə düşməməyi deməkdir. Ona görə də graph starts from there belə olur. Yaza bilmədim, nəsə burada getmədi. Yəni belə. Başa düşdünüz dostlar? Bəli, Maşallah. Bitti sualınız dostlar. bəli. Keçək. Nə idi quiz? Çevrə. Hansı? Test 2, test 3. Test 2, test 3. Bu arada artıq şəkil formasında yox uşaqlar, PDF formasında sizə quiz atacağım. Mənə qulaq asırsınız uşaqlar. Bəli. Sizə PDF formasında atacağım daha quizlər. Həmin o PDF-i çıxartdırıb üstündə işləyərsiniz yaxşı. Bir də hər dəfə belə şəkil həm yollamaq mənim üçün də çətin olmasın. Bir də qarışmasın da hansıdan sual hardan idi. Sizə PDF formatında göndərəcəm. Gələn dəfəyə indi deyəcəm hansılar yazacaqsınız. Bax, atıram hal-hazırda qrupunuza. PDF-i qrupunuza göndərdim. 11-ci sinif quiz yazmışam üstünə. Bax, o deməli bugün çevrədə düzdür? Bəli. Gələn dəfəyə bu atdığım quizdən zəhmət olmasa qrupa qeyd eləsin bir nəfər. Newton qanunları ilə ağırlıq yazılacaq. Yaxşı, Newton qanunları bir də ağırlıq. Yenə deyirəm, PDF-i göndərdim. PDF-i yaxşı olar ki, çıxartdırıb üstündə işləyəsiniz. Səhvlərinizə tez-tez baxasınız, yaxşı? Maraqlı suallar. Buyurun, buradan çevrədən sualınız varsa verin. Test 2-dir. 8. 8-ci sual haqqında bir şey deyim ki, disklərin və kürələrin üzərində twin dediyimiz cəmiyyətlər, twin. Biz bunlara twin deyirik. Yadda qalsın deyə. Hər nöqtədə bərabər. Bəli. Bəli, hər yerdə twinlər bir-birinə nədir? Sonra. Var mı sualınız dostlar? Yoxsa keçək. O birisi nə idi? Test neçə? Test 3. Test üstdən sualınızı verin dostlar. 11 var. Test üstə 11-ci sualım var deyənlər var. 11-ci suala baxaq uşaqlar. Bərabər sürətli hərəkətdə deyir, radius vektorun müəyyən zaman müddətində dönmə bucağı 12 radian olmuşdur. Mavi nöqtənin bu zaman müddətindəki dövrlərinin sayını zəhmət olmasa deyir, hesab. İndi bir tam çevrə nə qədərdir deyə neçə dərəcədir? 360 dərəcə. 60. 360 dərəcə. Pi ilə deyə bilərsiniz, neçə pidir? 2 pi. 2 pi. Onda belə çıxır ki, bir dənə çevrə, yəni bir dövr edəndə
getdiyiniz bucaq 2 pi radiandır. Bəs n sayda dövr eləsəz nə olar? 12. Nə? Hə, bəli. Bir dövrdə 2 pi gedirsiniz də, yəni 1 tevrə 360 dərəcədir. 2 tevrə neçə dərəcədir? 4 pi. 4 pi. Yəni tənasüb qursaq delta fi nəyə bərabərdir? 2 pi n-ə. N. Düzdür? Bəli. Çox sağ olun. Yazıb ki, dönmə bucağı 12 radian 12 bərabərdir. Pi-ni 3 veriblər. 2 vur, 3 vur n. N də bərabərdir 2-yə. Bəli, çox sağ olun. Bəli, bunu qeyd edeyim bir yerə. Maraqlı suallardan biridir. Buyurun, başqa sual. 12. 12-ci sual. Qayşı ötürmə. Qayşı ötürmədə hansı kəmiyyətlər bərabər olurdu? Sürət, bir də yol. Sürət bir də yol. Yəni xətti sürət, bir də gedilən yollar bərabər. Həmişə mən uşaqlara deyirəm ki, bu qayşı ötürmə gələndə traktoru xatırlayın. Traktor nətər bir maşındır? Arxa təkəri yekədir, qabaq təkəri balacadır. İndi siz traktorla evə getdiyinizi düşünün. Hə? Siz traktorla evə getsəniz, hansı təkər çox yol gedər? Eyni yol gedirik də. Eyni yol gedirsiniz ha. Sən belə deyə bilərsən, qabaq təkər 100 metr getdi, arxa təkər 400 metr. Traktor oldu sandviç. Elə şey ola bilməz. Ona görə də gedilən yollar bərabər olacaqdır. Əgər yollar bərabərdirsə və siz traktorla səyahətiniz zaten hər hansı bir müddət ərzində baş verib də, onu da zamana böləndə, yəni ki, məsafələr eyni, zamanlar eyni, sürətlər bərabər olmalı. Deməli, 2 ilə 3 bərabər. Amma burada deyir, fərqli olsun. Sualda deyir, fərqli olsun. Onda sürətlə yoldan başqa olan şeylər seçilir. Buyuruz. On üçüncü suala baxa bilərik. 13-cü sualda baxa bilərik. Mərkəzindən keçən ox ətrafında fırlanan diskin üzərindəki A və K nöqtələrinin xətti sürətləri və bucaq sürətləri arasındakı hansı ifadədir? Bayaq disklə bağlı biz nə ifadə işlətdik, yadınızdadır? Bucaq sürətləri bərabər olur da burada indi. Ay maşallah. Nə idi ipucu kəlməmiz? Çox sağ olun. Twin. Twin. Bucaq sürətləri, periodlar, tezliklər bərabərdir. Allahın əmri, Peyğəmbərin qavli ilə bunu öyrəndik. Bəs yaxşı, xətti sürət haqqında nə edə bilərik? Xətti sürətin düsturunu bilirsən, V bərabərdir, omega vurur. Omegalar bərabərdir. Radiusu böyük olanın sürəti nə olacaqdır? Böyük olacaq. Ay maşallah. Hansının radiusu çoxdur indi? K-nın yoxsa A-nın? K-nın. O zaman VK böyükdür V-dan. Onda 2 ilə 4. tamamilə doğrudur, 2 və 4. Cavabda 1 ilə 2 yazılmışdı, ona görə soruşdum. Hə, 1 ilə 2 yəqin orada nəsə qədər. Başqa? O zaman kaydı durdura bilərik.